Hər kəsə salam əziz izləyicilər. Bu gün sizlərə 15 mart 2026-cı il tarixində 11-ci siniflər üçün keçirilmiş buraxılış imtahanının riyaziyyat suallarının izahına baxırıq. Başlayaq 61-ci sualdan. 61-ci sual kəsrlərin ixtisar olunmasına aid çox rahat bir testdir. Deməli, bunu a kvadrat minus b kvadrat müxtəsər vurma düsturuna görə sadələşdirsək, 5a minus 4, 5a plus 4 alınacaq. Məxrəcdə də 5a plus 4 var. Surətlə məxrəcdə eyni ifadə var. İxtisar gedir. Cavab qalır 5a çıxılsın 4. Yəni D variantı. 62-ci sualda funksiyaya aid bir testdir. Bizdən f3 soruşur. f3-ü tapanda x-in yerinə funksiyada 3 qoymalıyam. 2 vurulsun 3, üzərinə gəlinsin 3. Bölünsün 3-ün kvadratı, üstəgəl 2. Bu eləyir 9, məxrəcdə də olur 11. Cavab olur Y variantı. Sonra 63-cü sual 4 bucaqlılara aid çox rahat sualdır. Trapesiyanın sahəsini istəyir. Trapesiyanın sahəsini tapanda orta xəttə vurmalıyam hündürlüyə. Orta xətt nədir? Orta xətt trapesiyanın oturacaqlarının cəminin yarısıdır. Yəni 2 üstə gəlinsin 4 bölünsün 2. Vur 12. Bu da eləyir. Bura eləyir 6. 6 dəfə 6 da 36. Y variantı. 64 çoxluqlara aid sualda A-nın B-yə fərqini istəyir. A-nın B-yə fərqini tapanda A-da olub B-də olmayan elementləri götürməliyəm. Bu da 1, 3, 5-dir. D variantı. 65-ci sual vuruqlara ayırma sualıdır. Ortaq vuruğu mötərizə xaricinə çıxardıram. Ortaq 12A-dır. Mötərizə xaricinə çıxartsam qalacaq A-2. C variantı. 66 permütasiya 4 elementdən 4, üzərinə gəl 3 elementdən 3. Permütasiya 4 elementdən 4, 4 faktorialdır. 3 elementdən 3 də 3 faktorialdır. Buradan 3 faktorialı mötərizənin xaricinə atsam, qalacaq mötərizənin daxilində 4 üzərinə gəlinsin 1. 3 faktorial 6 deməkdir. 6-nı vuracam 5-ə, bu da eləyəcək 6 dəfə 5, 30 deməkdir. C variantı. 67-ci sual trigonometriyaya aid çox rahat bir sualdır. Kosinus 271. Kosinus 271 4-cü rübün bucağıdır. Kosinus da 4-cü rübdə müsbət olur. Deməli, A-nın qiyməti 0-dan böyükdür. B tangens mənfi 187-dir. Tangens tək funksiya olduğuna görə mənfi qarşıya gəlir. Olur tangens 187. 187 3-cü rübdür. Tangens 3-cü rübdə müsbətdir. Amma qarşıda mənfi olduğuna görə B-nin qiyməti 0-dan kiçik olur. Cavab edir A variantı. 68-dən tam cəbri ifadələrdən, qüvvətlərdən rahat sualdır. Əsaslar eyni olanda vurmada qüvvət üstləri toplanılır. 0,36-nın üzərinə 0,14 gəlsəm, 16 üzərindən 0,5 edəcək. 16 da 4-ün kvadratı şəklində yazsam, 0,5. Qüvvət üstləri bir-birinə vurulanda 4 üzərindən 1 edəcək. Bu da 4 deməkdir. D variantı. 69-da düzbucaqlının diaqonallarının sayını tapın sualıdır. Düzbucaqlının diaqonallarının sayı, düzbucaqlının neçə dənə diaqonalı var? Təbii ki, 2 dənə diaqonalı var. B variantı. 70. A və B çoxluqları üçün B-A-nın alt çoxluğu olarsa, A-nın 9, B-nin 4 dənə elementi olursa, A çoxluğundan təsadüfən seçilmiş 2 elementin A-nın B-yə fərqi çoxluğuna daxil olma hadisəsinin ehtimalını tapın. 70-ci sualda A və B çoxluqları üçün B-A-nın alt çoxluğudur. Deməli, burada bizə deyir ki, A-nın B-yə fərqi çoxluğu. A-nın B-yə fərqi çoxluğunda elementlərin sayı 9-dan çıxacam 4-ü 5 edəcək. Elementlərin sayı 5 dənədir. Və bizə deyir ki, çoxluqdan 2 dənə element seçilir. Ümumi çoxluqda elementlərin sayı 9 dənədir. Kombinizon 9-dan 2-ni seçdim. Və mənim 2 dənə elementim bu A-nın B-yə fərqindən seçilir. Burada 5 dənə element var. 5-dən ikisini seçəcəm. Bunu da hesablasaq, deməli, edəcək 5 faktorial bölünsün, 5 çıx 2 faktorial, vur 2. 5-dən 2 çıxanda 3 faktorial, vurulsun 2 faktorial. 5 faktorial da 3 faktorial, vurulsun 4, vurulsun 5 şəklində yazaram. Deməli, burada da 9-dan 2 çıxanda 7 faktorial, vurulsun 2 faktorial.
9 faktorialdır, 7 faktorial, vur 8, vur 9 kimi sadələşdirirəm. 3 faktoriallar getdi. Demək, burada 4 vur 5, 20, 2-yə böləndə 10. Burada da 72-ni 2-yə böləndə 36. İxtisar aparsam 18-də 5 alınır. Cavab A variantı. 71-ci sual. 4-cü rübdə yerləşən A nöqtəsindən apsis oxuna qədər olan məsafə 4, ordinat oxuna qədər olan məsafə isə 6-ya bərabərdir. A nöqtəsinin koordinatlarını tapın. Bu şəkildə koordinat sistemi çəksək, bura apsis oxudur, burada ordinat oxudur. Burada bir A nöqtəsi var. 4-cü rübdə, bura 4-cü rübdür. A nöqtəsi var. A nöqtəsindən apsis oxuna qədər olan məsafə 4 sm. Bura yazıram 4-ü. Ordinat oxuna qədər olan məsafə isə 6 sm-dir. Bura 6-dır. Ondan burada yaranır bir düzbucaqlı. Mən bilirəm ki, düzbucaqlının da qarşı tərəfləri bir-birinə bərabərdir. Onda buradan bura qədər 6-dırsa, burada 6-dır. Onda buradan bura qədər 4-dürsə, onda burada 4-dür. Amma fikir verirəm. X oxundan aşağıdadır. Onda burada olur -4. Bu da olur. X oxundan sağda olduğuna görə burada da olur müsbət 6. A nöqtəsinin koordinatlarını götürsəm, X-ı müsbət 6-dır. Y-i -4. 6 -4 nöqtəsi C variantı. 72-ci sual sadə trigonometriya sualıdır. Yəni topluluqda işlədiyimiz suallardandır. Kosinus alfa. Alfa bucağının kosinusu. Bilirəm ki, kosinus nə deməkdir? Bitişik katetin hipotenuza nisbətidir. Alfaya bitişik katet A-dır, hipotenuzum C-dir. Deməli, kosinus A bölü C-dir. İndi beta bucağının tangensini istəyir. Tangens də qarşıdakı katetin bitişik katete olan nisbətidir. Beta'nın qarşısı A-dır, bitişik katet də B-dir. A bölünsün B-dir. İndi bunların məndən hasilini istəyir. A bölünsün C, vurulsun A bölünsün B. Bu da A'nın kvadratı bölək B, C deməkdir. Yəni B variantı. Daha sonra 73-cü sualda kosinus 20 bərabər olur A-ya. Məndən sinus 10-u istəyir. Kosinusun sinusla əlaqəli bir düsturu var idi. Gəlin birinci bunu belə yazaq. Kosinus kvadrat 10 çıxılsın sinus kvadrat 10 deməkdir bu. Bərabərdir A-ya. Kosinus kvadrat 10-un yerinə mən 1 minus sinus kvadratı 10 yaza bilərəm. Minus sinus kvadrat 10 bərabər olacaq A-ya. Alınır burada da 1 minus 2 sinus kvadratı 10 bərabər olur A-ya. Daha sonra buradan 2 sinus kvadrat, buradan sinus kvadrat 10 tapsam, 2 sinus kvadratı 10 bərabər olur 1 minus A-ya. Hər tərəfi 2-yə bölsəm, sinus kvadratı 10 bərabər olur 1 minus A-ya. Bölünsün 2-yə. Buradan sinus tapsam, sinus da bərabər olacaq. Sinus 10. Kökün altında 1 minus A bölünsün 2-yə. Bu da edir D variantı. 74-cü suala baxaq. Oturacağının perimetri 15, yan tili 9 olan düz prizmanın yan səthinin sahəsini tapın. Deməli, düz prizmanın yan tili 9-dur, oturacağının perimetri 15-dir. Prizmanın yan səthinin sahəsi, oturacağının perimetri, vurulsun hündürlük deməkdir. Yan tili bunun hündürlüyüdür, yəni mənə hündürlüyü verib 9, oturacağın perimetrinə verib 15. 15-i vuracam 9-a. Bu da edir 135. 75-ci sual. Uzunluğu 500 metr və 300 metr olan iki tuneldən birincinin son nöqtəsi ilə ikincinin başlanğıc nöqtəsi arasındakı məsafə 15 kilometrdir. Uzunluğu 200 metr və sürəti 64 km/saat olan qatar birinci tunelə girməyə başladığı andan neçə dəqiqə sonra ikinci tuneldən tamamilə çıxar? Demək, bu sualda ümumi
Uzunluğa baxsam, ümumi tunellər arasındakı məsafəni nəzərə alsam, uzunluq olacaq 500, 200, 700, 300 gələndə 1000, 15 kilometrdə 15.000 metrdir. Ümumilikdə olacaq 1600 metr. Daha sonra bizə deyir ki, birinci tunelə girməyə başladığı andan neçə dəqiqə sonra ikinci tuneldən tamamilə çıxar. 16 metr, 16.000 metr, bu da 16 kilometr deməkdir. 16 kilometr. Bizə deyir ki, V bərabərdir, qatarın sürəti 64 km/saatdır. İndi bizdən deyir, zamanı soruşur. Zamanın düsturu S bölü V-dir. 16 kilometri bölürəm 64 km/saata. Amma bir şey diqqət eləməliyik ki, burada bizdən neçə dəqiqə sonra deyir. Vurursan 60-a. 16 ilə 64 4-ə gedir. 60-ı 4-ə bölsəm, bu da eləyəcək 15 dəqiqə. 76. Burada loqaritmik təniklərə aid sualdır. Burada nə edirik? Loqaritm 2 əsasdan kvadrat x minus 3 loqaritm 2 əsasdan x üstəgəl 4 bərabərdir 2-nin kubuna, yəni 8-ə. Onda loqaritm 2 əsasdan x kvadrat minus 3 loqaritm 2 əsasdan x 4-dən burada 8 çıxsam, bu da eləyəcək -4 bərabər olacaq 0-a. Bizdən deyir ki, tənliyinin köklərinin hasilini tapın. Burada loqaritmanı 2 əsasdan x-i əvəz etsəm bir dəyişənlə t desəm, onda t-nin kvadratı minus 3-dir, minus 4 bərabər olacaq 0-a. Deməli, bu tənliyin köklərinin biri də vuranda -4, toplayanda müsbət 3 eləməlidir. Onda tənliyin köklərindən biri 4-dür, biri də -1-dir. Onda loqaritm 2 əsasdan x bərabər olacaq 4-ə. Onda x bərabər olur 1 dəfə 16-ya. Loqaritm 2 əsasdan x bərabər olur -1-ə. Onda x də bərabər olur 2-də 1-ə. Bizdən də tənliyin hasilini istəyir köklərinin. 16-nı 2-də bura vuranda cavab edir 8. 77-ci sual. 77-ci sual sadə bərabərsizlikdir. Bunu vuruqlara ayırsam, deməli, tənliyin kökləri olacaq -7, hasilli toplayanda -6. Bu da -1 ilə -7 deməkdir. Kiçikdir 0-dan intervallasam, -1, -7. 7-dən böyük qoyanda müsbət, kiçik qoyanda mənfi, -1-dən də kiçiklərdə olur müsbət. Bizdən deyir tənliyin tam həlləri. Tənliyin tam həllərini tapmaq üçün bərabərsizliyin mənə mənfi aralıq lazımdır, çünki işarə 0-dan kiçikdir. Onda bunun həlləri olur -1 ilə -7 arasında. Tənliyin tam həlləri olacaq 0. Bizdən cəmini istəyir. Üstəgəl 1, 2, 3, 4, 5 və 6. Bunların cəmini istəyir. Bu da 21 edir. 2, 1, 3, 6, 10, 15, 21. 78. Demək, loqaritm 2 əsasdan kökün altında 14, üzərinə gəlinsin 2 əsasdan loqaritm 3-dən 7. Mən LG 100-ü necə yaza bilərəm? Onun kvadrat şəklində yazsam, kvadrat qalacaq önə. Onda LG 10, LG 10-da 1 deməkdir. Çünki LG nə deməkdir? 10 əsasdan. Demək, onda olacaq burada loqaritm 2 əsasdan kökün altında 14, üzərinə gəlinsin 2 əsasdan loqaritm 3 əsasdan 7-nin üzərinə 2 gələndə 9, kök altında 9 onda 3 çıxır. 3. 3 əsasdan 3 1 deməkdir. Onda kökün altında alınacaq loqaritm 2 əsasdan 16, 16-dan kök çıxır 4. 2 əsasdan 4. Bu da bərabər olur loqaritm 2 əsasdan 4-ü 2-nin kvadratı kimi yazsam, 2 gələcək önə, 2 əsasdan 2-də 1 edir. Cavab oldu 2. Daha sonra 78-ci suala baxdıq. 79-a baxaq. Katetləri 6-8 cm olan düzbucaqlı üçbucağın böyük katet ətrafında fırlanmasından alınan fiqur. Təbii ki, düzbucaqlı üçbucağın fırlanmasından alınan cisim adlanır konus. Bir dənə konusu təsvir etdik burada.
və bizdən fiqurun yan səthini istəyir. Birinci qeyd edirəm, konusun yan səthi pi r l-dir. L radius, L isə konusun doğranıdır. Və bizə deyir ki, düzbucaqlı üçbucaqdır. Demək, düzbucaqlı üçbucaqdır. Bu formada çəkdiyi, bu konusun hündürlüyüdür. Bilirəm ki, düzbucaqlı üçbucağın fırlanmayan kateti onun hündürlüyüdür. Bizə deyir, böyük katet ətrafında fırlanıb. Yəni, deməli, bunun hündürlüyü 8-dir. Onda burada düşür 6. İndi Pifagor teoreminə görə 6, 8. Bura düşür 10. Doğran oldu 10, radiusu 6-dır. Onda pi vurulsun 6, vurulsun 10. Bu da edir 60 pi. Çox rahat sualdır. 80-cı suala baxaq. Samir hər birinin satış qiyməti 250 manat olan su filtrlərinin satıldığı mağazada işləyir. Onun sabit əmək haqqı 1000 manatdır. Bundan əlavə, satdığı hər filtrin satış qiymətinin 4% qədər bonus alır. Aha. Yanvar ayında onun əmək haqqı 1400 manat, fevral ayında 1560 manat oldu. O, fevral ayında yanvar ayındakından neçə ədəd çox filtr satmışdı. Deməli, hər birinin, bütün su filtrlərinin birinin satış qiyməti 250 manatdır. Və onun sabit əmək haqqısı 1000 manatdır. Daha sonra və o əlavə nə qədər filtr satsa, satış qiymətinin, yəni 250-nin 4% qədər bonus alacaq. İndi biz hesablayaq görək. 250-nin 4%-ni satsam, onun aldığı bonusların sayını tapacam. Bu deyilir 250, vururam 4-ə, bölürəm 100-ə, bu deyilir 10 manat. Deməli, hər su filtrinə görə 10 manat artıq pul alır. Onda onun minimum əmək haqqısı 1000 manatdır. Onda mən yanvar ayında bunun aldığım su filtrlərinin sayını hesablasam, sabit əmək haqqı 1000 manatdır. Üzərinə gəlinsin. Bir dənə su filtrinin qiymətinə görə 10 manat endirim, daha doğrusu bonus alır. Nə qədər su filtrini tapmaq istəyirəmsə, onda ümumi qiymət tapanda onu vurmalıyam x-a. Yəni su filtrlərinin sayını vurmalıyam bir dənəsinin qiymətinə. Bu olur ümumi filtrin qiyməti. Ümumi maaş da bərabər olur 1400-ə. Onda 10x bərabər olur 400-ə. X də bərabər olur 400-ü 10-a böləndə 40-a. Bunun eynisini fevral ayı üçün də hesablayıram. Minimum əmək haqqı 1000 manatdır. Üzərinə gələcəm. Su filtrinin bonusundan əlavə elədiyi pulu. Qeyd elədiyimiz kimi su filtrinin bir dənəsinin qiyməti 10 manatdır. Onda 10 manat vurulsun. Ümumi su filtrinin qiymətini tapanda su filtrinin sayını vurmalıyam bir dənəsinin qiymətinə. Fevral ayında deyirəm ki, Y dənə su filtri satıb. 10 vurulsun Y bərabər olur 1560-a. Onda 10Y bərabər olur 1560-dan 1000 çıxanda 560, ona böləndə 56. Deməli, yanvar ayında 40 dənə su filtri satıb, fevral ayında 56 dənə su filtri satıb. Bizə deyir ki, fevral ayında yanvar ayında neçə ədəd çox filtr satıb, onda 56-dan 40-ı çıxacam, edəcək 16 dənə su filtri. Daha çox satıb. Daha sonra 81-ci sual. Printer bir səhifə rəngli kağızı 50 saniyəyə, bir səhifə ağ-qara kağızı 30 saniyəyə çap edir. Yarım saat müddətində fasiləsiz işləyən printerdə 40 səhifə çap edilmişdirsə, bunlardan neçəsi rənglidir? Deməli, ağ-qara səhifələrə deyirəm ki, sayı x-dır. Rənglərin sayına deyirəm y. Deməli, ümumi səhifələrin sayı x-la y-in cəmidir. Bərabər olacaq 40-a. Və bizə deyir ki, 50 saniyəyə rəngli kağız, 30 saniyəyə ağ-qara. Onda ağ-qaraların sayı x-də olacaq 30x. Zamanı hesablayıram. Üzərinə gəlinsin. Rənglərə də 50 saniyə sərf eləyir. 50y bərabər olur yarım saata. İndi mənə 50 saniyə 30 saniyədir. Amma mənə yarım saat deyir. Yarım saatını da mən saniyəyə çevirsəm, 30-u vuracam 60-a. Eləyəcək 1800.
Alındı belə bir rahat sistem tənlik. İndi sistem tənliyi həll etmək üçün ilk öncə bunun hər tərəfini mən 10-a bölə bilərəm. 10-a bölsəm edəcək 3x. Üzərinə gəl 5y bərabər olacaq 180-ə. Yuxarı ilə x plus y-lərini də mən hər tərəfini 3-ə vursam, 3x üstə gəl 3y bərabər olacaq 120-yə. Tərəf-tərəfə çıxsam, 2y bərabər olacaq 60-a, x də bərabər olacaq, daha doğrusu y də bərabər olacaq 30-a. X-i 30 tapdım. Məndən də zaten rəngləri soruşurdu. Bu da y-dir. Y oldu 30. Deməli, bunlardan 30 dənəsi rənglidir. Bizdən əgər ağ-qaranı soruşsaydı, ağ-qara da olacaqdı 10 dənə. Cavab olur burada 30. 82-ci sualda çevrə xaricindəki A nöqtəsindən çevrəyə AB toxunanı və AD kəsəni çəkilmişdir. BAD 90 dərəcə olarsa, AB kök altına 5-dir, A-dan C-yə qədər 1-dir. Çevrənin radiusunu soruşur. Deməli, burada yaza bilərəm ki, toxunanın kvadratı bərabərdir kəsənin ayrıldığı hissələrin hasilinə. Onda kök altına 5-in kvadratı, yəni 5 bərabərdir AC vurulsun CD-yə. Bu deyilir 1 vurulsun CD. 1 vurulsun CD üzərinə gəlinsin AC. CD-yə bir x desəm, onda eləyəcək x üstə gəl 1. Buradan x də bərabər olacaq 4-ə. Deməli, CD-nin uzunluğu 4-dür. Demək, buradan radiusu çəksək. Radiusları çəksək B nöqtəsindən, birini də C nöqtəsindən bu formada çəksək. Əgər ümumilikdə demək, radius vətərə perpendikulyar olursa, vətərin uzunluğu yarıya bölür. CD-nin uzunluğu ümumilikdə 4 idi. Onda 4-ü yarıya bölsəm 2, 2 olur. Bura 2 plus 1, 3-dür. Onda burada gəlir 3. Onda çevrənin radiusu bərabər olur 3-ə. 83-cü suala baxaq. A və B məntəqələrindən olan gəmilər AY və BD düz xətləri üzrə hərəkət edirlər. DY 12 km, BD 20 km və AD 9 km olarsa, trayektoriyaların C kəsişmə nöqtəsindən D məntəqəsinə qədər məsafəsini tapın. Deməli, şəkli çəkdim. BD-nin uzunluğu 20-dir, DY-nin uzunluğu 12-dir. Onda Pifaqor teoreminə görə 20-nin kvadratı çıxılsın 12-nin kvadratı. 256, 256-dan da çıxır 16. BD-nin uzunluğu, BY-nin uzunluğu olur 16. DC-nin uzunluğuna x desəm, onda ümumi hipotenuz 20-dir. Onda BC də olacaq 20 çıxılsın x. İndi oxşarlıq tətbiq eləsəm, bura alfadırsa, onda burada alfa olacaq. Çünki qarşılıqlı bucaqlar bərabərdir. Daha sonra bu bucağa əgər desəm mən qamma, onda bu bucaq da olacaq qamma. Eyni zamanda bura desəm bir beta, onda burada olacaq beta bucağı. Aha. İndi alfanın qarşısındakı 9-un böyük üç bucaqda alfanın qarşısındakı 16-ya nisbətinə bərabərdir. Demək, betanın qarşısındakı x-in böyük üç bucaqda betanın qarşısındakı 20 minus x-a nisbətinə bərabər oldu. Çarpaz vursam 16x bərabərdir 180 çıxılsın 9x-a. 25x bərabərdir 180-a. 180-ı da 25-ə böləcəm. 36, burada da düşür 5 dəfə. 36-nı da 5-ə böləndə də olur 7,2. Cavab oldu 7,2 kilometr. 84-cü suala baxaq. 84-cü sualda deyir ki, bir hava yolu şirkətində tək istiqamətli biletin qiyməti 150 manat, gediş-dönüş təyinatlı biletin qiyməti 180 manatdır. Cədvəldə Asif və Nurayın bu şirkətdən aldığı biletlərin sayı göstərilmişdir. Onlar hər iki növ biletdən ən azı bir ədəd aldılar. Əgər onların ödədikləri ümumi məbləğ eyni olarsa, Nurayın aldığı tək istiqamətli biletlərin sayını tapın. Aha. Onda Asif ilə Nurayın aldığı biletlərin qiymətləri bərabərdir.
Onda mən yaza bilərəm ki, tək istiqamətli biletin qiyməti 150 manatdır, gediş-gəlişin qiyməti də 180 manatdır. Bunu məsələ özü bizə verib. Onda Asifin aldığı biletlərin sayı nə qədər olacaq? Ümumi Asif 18-x dənə tək gedişli bilet alıb. X dənə də geri dönüşlü bilet alıb Asif. İndi mən tək istiqamətli biletlərimin qiyməti 150 manatdır və tək gedişə Asif 18-x dənə bilet alıb. Onda bu biletin ümumi qiymətini hesablayanda 18 çıxılsın x-i, yəni biletlərin sayını bir dənə biletin qiymətinə vuracam. Vurulsun 150, üstə gəl. Daha sonra gediş dönüşlü bilet də 180 manatdır və x dənə gediş gəlişli bilet alıbsa, ümumi qiymət olacaq 180 vurulsun x. Bu Asifin xərclədiyi məbləğdir və Asifin xərclədiyi məbləğlə Nurayın xərclədiyi məbləğ bərabər olmalıdır. Onda mən bunu bərabər eləməliyəm Nurayın xərclədiyi məbləğə. İndi baxırıq Nurayın nə qədər pul xərclədiyinə. Nuray tək gedişli bilet alıb x plus 4 dənə və tək gedişli biletlərin birinin qiyməti 150 manatdır. Onda 150 vurulsun, x üzərinə gəlsin 4 edəcək. Üstəgəl geri dönüşlü biletlərin sayı da 15 çıxılsın x-dir. Geri dönüşlü biletlərin də qiyməti 180-dir. 180 vurulsun 15 çıxılsın x. Всё, bu tənliyi hesablamaq lazımdır. Deməli, bunu da vurub açsam alınacaq. Bu ifadənin hər tərəfini mən 30-a bölsəm, burada qalacaq 5 vurulsun 18 çıxılsın x. 5 vurulsun 18 minus x. Üstünə gəlinsin 180-i 30-a böləndə 6x. 150-ni 30-a böləndə 5 vurulsun. Burada qalır x üstə gəl 4. Üzərinə gəlinsin 6 vurulsun 15 minus x. Bunu sadələşdirdik. İndi hesablasam 90 çıxılsın 5x. Üstə gəl 6x bərabərdir. 5x üstə gəl 20. Üstə gəl 6 vur 15 90 çıxılsın 6x. Müsbət 90-dan mənfi 90-ı buradan ixtisar aparsam, bunlar gedir. İndi bunları da bir tərəfə yığsam, məlumları bir tərəfə, məchulları bir tərəfə yığsam, demək 5-dən 6-nı çıxsam, burada qalacaq mənfi 1. Bu tərəfə atsam, müsbət 6 çıxıram burada 5x eləyir müsbət x. Buradan da yenə mənfi x-dir. Bir tərəfə atanda x-lar toplanır. Olur 2x bərabər olur 20-yə. X də bərabər olacaq 10-a. Bizdən istəyir Nurayın aldığı tək istiqamətli biletlərin sayı. Tək istiqamətli biletlərin sayı x üzərinə gəlinsin 4-dür. Nurayın aldığı. Onda 10-un üzərinə 4 gələcəm. Cavab eləyəcək 14. Deməli, tək istiqamətli Nuray 14 dənə bilet alıb. Sonuncu suala baxaq. Sonuncu sualda 85-də Agil boş daxıla birinci gün 1 ədəd 50 qəpik, 2 ədəd 20 qəpik, 3 ədəd 10 qəpik atdı. O, növbəti günlərdə daxıla atdığı hər növ qəpiyin sayını əvvəlki günə nəzərən 1 ədəd artırdı. Neçə gündən sonra daxılda cəmi 48 manat pul olacaq. Onda bu mənə nəyi xatırladır? Neçə gündən sonra. Yəni artıq günlər bir ədəd arta gedir. Eyni zamanda neçə gün deyirsə, mən artıq bu ədədi silsilə məsələsidir. Deməli mən tapmalıyam. Mənə verir ki, 48 manat pul olsun. Birinci yazıram, birinci gün üçün atdığı pulları hesablayıram. Birinci gün Agil bir dənə 50 qəpik atır. 50 qəpik. Üzərinə gəlinsin. 2 dənə 20 qəpik atır. 2 dənə 20 qəpik də 40 qəpikdir. Üzərinə gəlinsin 3 dənə 10 qəpik. Yəni 30 qəpik pul atdı. Onda birinci gün demək, daxıla 120 qəpik pul atır. 120 qəpikdən nə deməkdir? Manata çevirsəm, demək 1 manat 20 qəpik. Daha sonra bizə deyir ki, neçə gündən sonra daxılda cəmi 48 manat olacaq. 48 manat nə deməkdir? Bütün günlərin cəmi, yəni SN deməkdir. SN bərabər olacaq 48-ə. Deməli, bu bizim A1-imizdir. Bu yazdığım A1-dir. Daha sonra A1 bərabərdir 120. Daha sonra əvvəlki günə nəzərən bir ədəd artırır. Hər növ qəpiyin sayını bir ədəd artırır.
Daha sonra SN-in düsturu 2A1 üzərinə gəlinsin n-1 D böl 2 vur n-dir. İndi mənə SN-də hesablamaq üçün nə lazımdır? Təbii ki, silsilə fərqi lazımdır. İndi silsilə fərqini tapmaq üçün mənə nə deyir? Hər növ qəpiyin sayı əvvəlki gündən bir ədəd artır. Onda D bərabərdir. Hər gün bir dənə 50 qəpik artıq atır. Bir dənə 20 qəpik artıq atır. Bir dənə də 10 qəpik artıq atır. Onda ümumi silsilə fərqi neçə gün, daha doğrusu neçə olur? 80. Deməli, hər gün əvvəlkindən 80 qəpik daha çox pul atır daxila. İndi yerinə yaza bilərəm. A1-im 2-dir. A1-im 120-dir. İndi burada bir dənə fərq var ki, bu manatdır. Mən manatı çevirməliyəm qəpiyə. Onda bu da eləyəcək SN çevirsəm 4800. Всё. İndi A1-in yerinə 120 yazsam, 2 vurulsun 120. Üzərinə gəlinsin n-1. Silsilə fərqim 80. Bölünsün 2. Vurulsun n. Bərabər olur 4800-ə. Hər tərəfi 2-yə bölsəm, 120 üzərinə gəlinsin. 120 üzərinə gəlinsin. 80-ni 2-yə bölsəm 40. 40 vurulsun n-1. Vurulsun n bərabər olacaq 4800-ə. Hər tərəfdən 40-ı ortaq vuruq kimi çıxartsam, mötərizənin daxilində qalacaq 30. 120-ni 40-a bölsəm 3. Üzərinə gəlinsin n-1. Vurulsun n bərabər olacaq 4800-ə və hər tərəfini 40-a bölsəm edəcək 120. Onda n vurulsun n plus 2 bərabər olacaq 120-yə. İndi buradan n-i tapmalıyam. Bu da n eləyəcək burada 10. N 10-dur. Deməli, bizdən də zaten n-i soruşurdu. Bu da oldu 10. Deməli, 10 gündən sonra daxildə cəmi 48 manat pul olacaq. Və təbii ki, siz bunu hesablayanda burada yəni sadəcə 10 yazmırsınız. Bunu hesablamaq üçün ilk öncə vurub açırsınız n-in kvadratı. Təbii ki, tam bal almaq istəyirsinizsə. Üzərinə gəlinsin 2n minus 120 bərabərdir 0. Bunun viyyətlə və yaxud da diskriminantla köklərini tapırsınız. Burada n bərabər olur 10-a. Birinci kök 10-dur, ikinci kök də bərabər olur -12-yə. Təbii ki, say heç vaxt günlərin sayı mənfi olmaz. Ona görə cavab olacaq müsbət 10. Suallar izahı bu qədər. Suallar demək olar ki, çox rahat məsələlərdir. Yəni çətin məsələlər deyil. Hər birinizə uğurlar.